Hazırda bizimlə birbaşa bağlantıda politoloq Məhəmməd Əsədullahzadədir. Məhəmməd müəllim, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Və təbii ki, son günlərin əsas müzakirə mövzularından biri də Donald Trampın Ukrayna-Rusiya münaqişəsi ilə bağlı 28 bəndlik sülh planıdır. Artıq həmin bəndlər yayılıb, artıq belə bir iddialar da var ki, bu bəndlər tam deyil, ola bilsin ki, dəyişdirilsin. Və sizcə bu 28 bəndlik sülh planı regionda yeni geosiyasi balansı necə dəyişə bilər? Mən deməzdim ki, bu Donald Trampın sülh planıdır. Sadəcə Donald Trump çalışır ki, atəşkəsə nail olsun. Sülh planı belə olmur. Sülh planında hər hansı bir ölkənin ərazisinin digər ölkənin iradəsinə zidd olaraq verilməsi təsbit olunmur. Sülh planı ilk növbədə münaqişə tərəfi olan ölkənin də razılığı olmalıdır. Burada Amerika Birləşmiş Ştatları nə Ukraynanın, nə də onun tərəfdaşlarının hər hansı bir mövqeyini nəzərə almıyor və bu Vaşinqtonun təqdim etdiyi sülh planı Rusiya və ABŞ tərəfindən birgə hazırlanan bir sənəddir. Sadəcə olaraq Amerika Birləşmiş Ştatları burada Rusiyanın öz strateji məqsədlərinə, xüsusilə Ukraynanın tamamilə bütöv götürməməsi, müharibənin davam etməsi və Rusiya resurslarının artıq tükənmədiyinin də artıq fərqindədir. Ona görə də müharibəni dayandırmaq üçün Donald Trump buna getdi və nəzərə alaq ki, Donald Trump elə bir məqamda bu planı təqdim etdi ki, bu günləri Volodymyr Zelenskinin də kifayət korrupsiya alınmalı adı hallanır, onun ətrafı hökuməti və bu da təbii ki, Zelenskiyə təzyiq vasitəsidir ki, bu planı təqdim etsin. Ümumiyyətlə, təbii ki, bu plan geosiyasi şərtləri ciddi şəkildə dəyişir, xüsusilə Rusiyanın müəyyən dərəcədə stratejik üstünlüyü olur və bu Rusiya bir növ Ukraynadan tamamilə ələ keçirə də bilməsə, Ukraynanın müəyyən ərazilərini ələ keçirdi və Amerika Birləşmiş Ştatlarla tanışlar masiləsini yıxılır və öz təsir zonasını qeydiləşdirməyə çalışır. Belə bir problem var. İlk növbədə Amerika Birləşmiş Ştatları Avropa İttifaqının Ukrayna ilə birgə məsələni həll etməlidir. Avropa İttifaqı və Ukrayna bu sülh planının narahatdır və nailəsidir. İndi Ukrayna prezidenti Volodymyr Zelenski qeyd edir ki, Amerika Birləşmiş Ştatlarının danışıqlar aparacaq, danışıqlarına gedəcək. Bu demək deyil ki, 28 və digər bəndlər versiyonlar Ukraynanın milli təhlükəsizliyinə suverenliyini təhdid edir, onları Ukrayna qəbul edə bilməz. Əgər zorla Ukraynaya qəbul ediləcəksə, bu Rusiyanın stratejik dəqiqdə müəyyən qədər güclənməsi demək olacaq. Rusiyanın da güclənməsi təbii ki, digər qonşu ölkələrə qarşı Rusiyanın növbəti təzyiqlərinin formalaşmasına bundan ibarətdir və bu da təbii ki, bu geostrateji olaraq regionda müəyyən təhdidlər yarada bilər Rusiya tərəfindən. Rusiya hansı bir sərişəmin edib və Rusiya Ukrayna təhlükəsizliyinə təyyarlat verəcəyi deyilən o qeydlədir. Budapeşt 1994-cü ildə Budapeşt memorandumunda var idi. Yəni Rusiya ilə yalnız mən düşünürəm ki, diplomatik hər hansı bir sülh planı ilə danışmaq Rusiya üstünlüğü vermək deməkdir. Rusiyanın Amerika durdurmaq istəyir və Ukrayna indiyə kimi balistik raketlər, F-16'lar və digər güclü silahlar verməlidir. Rusiya özü danışıqlar məclisinə ələksin. Məhəmməd müəllim, son olaraq soruşmaq istəyirəm. Təbii ki, bu 28 bəndlik sənəd birmənalı qarşılanmır, çünki bununla bağlı artıq müəyyən narazılıqlar var. Sizcə Avropa İttifaqı bu məsələyə necə münasibət göstərəcək? Böyük Britaniya, həmçinin NATO ölkələri buna qarşı etiraz bildirdi. Brüssel özü ədalətli sülh müqaviləsi, sülh planı təqdim etməyə çalışır. Ukraynanın iştirakı ilə Avropa ölkələri buna getməyəcək. Məndə Volodymyr Zelenski Trump'ı dinləməlidir, buna imza atmalı bir sənədə ya da Avropa İttifaqının sözünə əməl edib onlarla bir olmalı və bu sülh planına geri çevirməlidir. Əgər geri çevirsə, Amerika Birləşmiş Ştatları müəyyən qədər Ukraynaya dəstək kəsə bilər və Volodymyr Zelenskiyə qarşı daxili təzyiq gücləndirir.
Təşəkkür edirəm Məhəmməd müəllim. Bir daha xatırladım ki, bizimlə birbaşa bağlantıda politoloq Məhəmməd Əsədullazadə idi. Biz Amerika prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsinə dair 28 bəndlik sülh planını müzakirə elədik.